Salam, mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Nuriyeva. Bugün sizinlə danışacağımız mövzu köməkçi X-ləri bağlayıcıdır. Gəlin görək bağlayıcının hansı funksiyaları var və nələri yerinə yetirir. Deməli, bağlayıcı cümlə özləri və cümlələr arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir. Bağlayıcılar təkcə sözləri deyil, mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri də, hətta ayrı-ayrı müstəqil cümlələri və belə deyək də, daha geniş işləmə məqamı əldə edərək, deməli, mətnin müxtəlif abzaslarını belə bir-birinə bağlamağa kömək eləyir. Bağlayıcılar sintaktik vəzifələrinə görə bölünür ikiyə. Tabeçilik bağlayıcıları və tabeli bağlayıcılar. Deməli, tabeçsiz və tabellik. Gəlin görək bunlar bir-birindən nələrə görə fərqlənir və işləmə yerləri nələrdir? Deməli, tabeçilik bağlayıcılarının iki işləmə yeri vardır ki, sadə cümlələrin həmciz üzvlərini bir-birinə bağlayır. Məsələn, gəlin bu cümlədə işlədək. Əli və Orxan birlikdə idilər. Baxın, fikir versəniz, Əli və Orxan birlikdə idilər cümləsində sizdə tabeçilik bağlayıcısı işlənib və biz buna deyirik tabeçilik birləşdirmə bağlayıcısı. Fikir versəniz, sadə cümlədə həmciz mübtədaları bir-birinə bağlamağa kömək edir. Gördüyünüz kimi tabeçilik bağlayıcıların birində işləmə məqamı sadə cümlədə həmciz üzvləri bir-birinə bağlayır. İkinci işləmə məqamı isə sizdə tabeçilik mürəkkəb cümlələrin tərəflərini bir-birinə bağlayır. Məsələn, gah yağış yağır, gah da gün çıxır. Fikir versəniz burada verilmiş cümlə bizdə tabeçsiz mürəkkəb cümlədir. Burada ifadə verilən bağlayıcı bizdə gah və gah da bağlayıcılardır ki, bunlar biz deyirik tabeçilik bölüşmə bağlayıcıları və tabeçsiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlamaqda belə deyək ki, köməklik göstərir. Tabeli bağlayıcıları isə sizdə yalnız bir işləmə məqamı vardır ki, bu da yalnız sizdə tabeli mürəkkəb cümlələrdə işlənir və onların tərəflərini bir-birinə bağlayır. Gəlin cümlədə qeyd edək bunu sizin üçün. Deməli, mən bilirəm ki, o gələcək. Baxın, burada ifadə olunan cümlədə bizdə tabeli mürəkkəb cümlədir. Mən hardan bildim ki, bu tabeli mürəkkəb cümlədir? Baxın, biz dedik ki, tabeli bağlayıcıların yalnız bir işlənmə yeri var. O da sizə tabeli belə deyək ki, cümlələrdir. Tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlədə bu dal cümləni baş cümləyə bağlamağa kömək edir. Yəni, tərəflərini bir-birinə bağlayır. Burada işlənən bağlayıcı bizdə tabellik aydınlaşma bağlayıcısıdır. Və əgər ki, bir cümlədə tabeli bağlayıcı işlənibsə, siz o cümləyə 100% nə deyəcəksiniz? Tabeli mürəkkəb cümlə. Fikir verdinizsə, tabeli bağlayıcısı baş və dal cümləni bir-birinə bağlayır. Gəlin baxaq görə bağlayıcıların bəs quruluş hansı növləri var? Biz bilirik ki, ümumiyyətlə köməkçi nitqləri quruluş baxımından sadə və mürəkkəb bağlayıcılar ola bilər. Yəni bağlayıcılar belə deyək, ümumiyyətlə köməkçi nitqləri söz yaradıcılığına iştirak etmir. Quruluş üzrə bağlayıcılar həm sadə ola bilər, həm də mürəkkəb ola bilər. Bir tərkib hissədən ibarət olan bağlayıcılara biz deyirik sadə bağlayıcılar və lakin, amma. Bunlar sizdə oldu sadə bağlayıcılar. Mürəkkəb bağlayıcılar isə sizdə bitişik yazılanlardır. Bunları biz deyirik əsl belə deyək də mürəkkəb bağlayıcıdır. Bir də ayrı yazılan bağlayıcılarımız var ki, onlar da təbii ki, tərkibi bağlayıcılardır. Yenə də onları biz mürəkkəb bağlayıcı hesab etmiş oluruz. Hansılardır? Hərgah, daha sonra, halbuki, gah da ayrı yazılır, belə ki və s. Bunlar da sizdə olduğuna mürəkkəb bağlayıcıdır. Bağlayıcıların dedik ki, sintaktik cəhətdən bölünür ki, tabelik və tabeçilik bağlayıcılarını. Gəlin birinci olaraq tabeçilik bağlayıcılarının bəyan növlərinə baxaq. Deməli, ilk öncə tabeçilik bağlayıcılarına baxırıq. Baxaq, tabeçilik bağlayıcılarının birinci məna növü sizdə var, birləşdirmə bağlayıcıları. Birləşdirmə. Bunlara qeyd edə bilərik və bir də ilə. Qısaldılmış forması, yəni şəkilsizləşmiş forması sizdə la şəklindədir.
Daha sonra var sizdə inkarlıq bağlayıcıları. Nə? Nədə bağlayıcılar sizdə inkarlı bağlayıcılardır. Yuxarıda qeyd etdiyim sizin üçün bölüşmə bağlayıcıları var sizdə. Hansılardır? Gah, gah da, həm, həm də, istər, istərsə də. Bunlar sizə iştirak bağlayıcılardır. Nəinki mürəkkəb iştirak bağlayıcı, üzr istəyirəm, bölüşmə bağlayıcılarını qeyd edəcəkdim sizlər üçün. Deməli, bölüşmə bağlayıcıları dedik, gah, gah da, deməli, geri qayıdaq sizlərə. Deməli, bölüşmə bağlayıcıları gah, gah da, ya, ya da ki, və yaxud da gah da ki, qeyd edə bilərsiniz burada. Daha sonra istər, istərsə də və yaxud da bunlar sizdə adlanır bölüşmə bağlayıcıları. Daha sonra aydınlaşdırma, tabesizlik. Baxın, aydınlaşma bağlayıcıları sizdə həm tabesizlikdə, həm də tabelikdə özünü göstərir. Amma təbii ki, bunların tərkibində daxil olan sözlər fərqlidir. Deməli, tabesizlik aydınlaşma bağlayıcılarına siz nümunə deyə bilərsiniz. Yəni, məsələn, və yaxud da bura yəni ki də qeyd edə bilərsiniz. Ki ilə işləmə forması. Daha sonra sizdə var iştirak bağlayıcıları. İştirak bağlayıcıları hansılardır? Deməli, bura qeyd edirik. Həm, həm də ki, daha sonra deməli, artıra bilərik habelə, həmçinin, o cümlədən, daha sonra dadə, hətta. Bunlar da sizdə nədir? Deməli, iştirak bağlayıcıları. Bir də sonunda da tabellik bağlayıcılarının var sizdə qarşılaşdırma hissəsi, qarşılaşdırma mənalı. Baxın, fikir versiniz burada. Yəni, adından da göründüyü kimi fikirlər ilə qarşılaşdırılır. Amma, ancaq, isə, fəqət, halbuki. Bunlar da sizlərlə qarşılaşdırma bağlayıcılarıdır. Daha sonra keçək tabellik bağlayıcılarını danışaq sizə. Tabellik bağlayıcıları sizdə dedik ki, yalnız tabeli mürəkkəb cümlədə işlənir. 4 dənə məna növü var sizdə. Səbəb, daha sonra aydınlaşdırma, daha sonra güzəşt. Bir də sizdə var, deməli, şərt bağlayıcılar. Gəlin tərkibinə daxil olan sözləri qeyd edək. Deməli, səbəb bağlayıcıları hansılardır? Bunlara qeyd edə bilərik sizin üçün. Çünki, ona görə ki, ona görə də, daha sonra ondan ötürü ki, o səbəbə ki, odur ki, düzdür, hamısını bura qeyd edə bilmirəm, amma deyirəm sizin üçün. Odur ki, bunlar sizdə nədir? Deməli, səbəb bağlayıcılardır. Aydınlaşma bağlayıcıları. Baxın, gördüyünüz kimi yuxarıda aydınlaşma bağlayıcıları var. Mən tabeli bağlayıcılarına da aydınlaşma mənalarını qeyd edim. Amma fikir versəniz indi, burada tabellik aydınlaşma bağlayıcıları ki və belə ki. Ki versəniz tərkibinə daxil olan sözlər bir-birinə fərqlənir. Güzəşt bağlayıcıları hansılardır? Güzəşt bağlayıcılarını qeyd edə bilərsiniz siz. Hərçənd və hərçənd ki. Şərt bağlayıcılar sizdə. Əgər, hərgah, daha sonra madam ki, indiki, bir halda ki, bunlar da sizdə deməli işlənir nə? Şərt bağlayıcıları kimi. Yadınızda saxlayırsınız. Deməli, tabeli bağlayıcıları həmzin özləri tabesi mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Yalnız bu qeyd edək ki, birləşmə yeri var, o da tabeli mürəkkəb cümlənin tərəflərində işlənir.
Daha sonra sizin üçün burada deməli birləşdirmə ilə bağlayıcısını qeyd etdik. Birləşdirmə ilə bağlayıcısı mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Yalnız həmcins özləri bir-birinə bağlayır. Fikir versəniz, birləşdirmə ilə bağlayıcısı tabeçli bağlayıcıdır. Biz də dedik ki, tabeçli bağlayıcıların iki işləmə yeri. Bir, sadə cümlədə həmcins üzvləri bir-birinə bağlayır. Bir də mürəkkəb cümlə, yəni tabeç mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayır. Amma birləşdirmə ilə bağlayıcı sizdə, deməli, ümumiyyətlə mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlaya bilmir. Yalnız bir işlənmə yeri var, o da həmcins üzvlər, yəni sadə cümlədə həmcins üzvləri bir-birinə bağlanmış olur. Daha sonra bizdə bağlayıcılarda əsas diqqət yetirməli olduğumuz məqamlardan biri bağlayıcılarda vergül işlədilməsi məqamlarıdır. Ona görə necə vurgu işarələri işlədilmiş olur. Əgər ki, sizdə cümlədə təkrarlanan nə, daha sonra gah, həm, ya və istər. Təkrarlanan nə, gah, həm, ya və istər bağlayıcıları olarsa, siz bu bağlayıcılardan əvvəl vergül qoyursunuz. Təbii ki, birincisindən başqa. Birincisindən başqa yerdə qalan digər bağlayıcılardan əvvəl vergül qoymuş olursunuz. Baxın, mən yuxarıda gahla bağlı bir cümlə yazmışdım. Gah yağış yağır, gah da gün çıxır. Fikir versəniz, birincisindən başqa digərlərindən əvvəl vergül qoymuş olursunuz. Nümunə kimi gahı qeyd eləmişəm, amma digər bağlayıcılarda da işləmə məqamı belədir. Tamam. Nə gəlir, nə, nə də gedir. Fikir versəniz, birincisindən başqa digərlərindən əvvəl vergül qoymuş olurum. Daha sonra, əgər ki, sizdə cümlənin içərisində amma, ancaq, lakin, hətta, habelə, o cümlədən, ona görə ki, ondan ötürü ki, çünki bağlayıcılar olarsa, siz o bağlayıcılardan əvvəl vergül qoymalı olursunuz. Məsələn, məsələn, yazaq bura, dərsə getmədi, çünki, deməli, ayağı zədələnmişdi. Bilirsiniz, mən burada çünki bağlayıcısını qeyd etdimsə, səbəb bağlayıcısı, bundan siz əvvəl vergül qoymuş olursunuz. Daha sonra, sizdə cümlədə təkrarlanan dadə bağlayıcısı ola bilər. Əgər ki, cümlədə təkrarlanan dadə bağlayıcısı olarsa, siz burada sonuncu dadə bağlayıcısından başqa, deməli, digərlərindən sonra vergül qoymuş olursunuz. Gəlin cümlədə yazaq. Meşədə, palıdda, vələsdə, cökədə, vergül qoyaq. Cökədə var. Qaydanı necə dedik? Cümlədə təkrarlanan dadə bağlayıcısı olarsa, sonuncusundan başqa digərlərindən sonra vergül qoymuş olursun. Daha sonra sizdə var aydınlaşma ki bağlayıcısı. Ümumiyyətlə yadda saxlayın ki, aydınlaşma ki bağlayıcısından sonra siz cümlədə vergül qoymuş olursunuz. Məsələn, birincisində bu, deməli, aydınlaşma ki bağlayıcısı tabiri mürəkkəb cümlənin tərkibində işlənir. Mən bilirəm ki, o gələcək. Fikir versəniz, ki bağlayıcısından siz sonra vergül qoymuş olursunuz. Əgər cümlədə sizdə işlənərsə, hansı bağlayıcı? Əgər, madam, hərgah, indiki, bir halda ki, hərçənd ki. Siz bu bağlayıcılarda işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Yəni, hansı cümləyə ki, aiddir, siz vergülü həmin aid olduğu budaq cümlədən sonra qoymuş olursunuz. Məsələn, gəlin cümlədə qeyd edək bunu sizlərə. Əgər gəlsən, fikir ver, aid olduğu cümlədən sonra. Əgər gəlsən, mən gedəcəm. Daha sonra. Hansı cümləni qeyd edə bilərik? İndiki. İndiki. Getmək istəyir. İcazə ver. Fikir versəniz, dediyimiz kimi bu bağlayıcılarda sizdə vergülü siz budaq cümlədən sonra qoymuş olursunuz. İndiki getmək istəyir, vergül, icazə ver. Fikir verirsiniz, aid olduğu cümlədən cümlə bitir, ondan sonra siz vergül qoymuş olursunuz. Yadda saxlayın, mən yuxarıda qeyd etdim ki, dadə bağlayıcısı əgər ki işlənərsə cümlədə,
Sonuncusundan başqa digərlərindən sonra vergül qoymuş olursunuz. Amma yadda saxlayın, ola bilər ki, cümlədə sizdə dadə bağlayıcısı işlənsin və həmin dadə bağlayıcısı təkrarlanmasın. Bu zaman siz dadə bağlayıcısından sonra vergül qoymuş olmursunuz. Məsələn, qeyd edək burada meşədə palıd da var. Baxın, fikir verirsəniz, burada işləyən daha sistemləri bağlayıcıdır. Amma mən burada vergüldən istifadə etmirəm. Bizim dediyimiz vergülün qoyulması qaydası təkrarlanan dadə bağlayıcısına aiddir. Hər bir dadə bağlayıcısından sonra siz gəlib vergül qoymursunuz. Yadda saxlayın. Daha sonra sizdə cümlədə belə ki, bağlayıcı işlənə bilər. Siz belə ki, bağlayıcısına sonra vergül qoymuş olursunuz. Gəlin cümlədə yazaq bura. Deməli, indi zamanı yox idi. Belə ki, belə ki, hər gün dərsi var idi. Dərsi olurdu. Fikir versəniz, siz belə ki, bağlayıcısından sonra vergül qoymuş olursunuz. Bağlayıcıları bəzi nitq hissələri ilə belə deyək də, ortaqlıq təşkil edir və yaxud da amonimlik var. Ən əsas məqamlardan biri sizdə dadə bağlayıcısıdır ki, siz dadə sözünü, belə deyək də, köməkli nitq hissəsini həm ədat, həm də bağlayıcı kimi düşünə bilərsiniz. Bəs bunları necə fərqləndirək? Baxın, yuxarıda yazmışdım, sizə cümlə qeyd eləmişəm, meşədə palıd da var. Siz gəlib buradakı dadə bağlayıcısı sözünü, bağlayıcı yoxsa ədəd olduğunu necə müəyyən edirsiniz? Yadda saxlayın ki, dadə bağlayıcı olmaz, işləc bağlayıcısı kimi işlənsin. Ədəd olarsa, bağlayıcı kimi işlənərsə, siz çox rahatlıqla burada palıd da hissəsində dadənin sayını, belə deyək də, sadalamasını artıra bilərsiniz. Baxın, meşədə palıd da var. Mən artırım. Meşədə vələsdə, cökədə var. 2 verirsə mən sıralamanı artırırım. Və yaxud da deyirəm ki, iclasda 50-də var. Və yaxud deyirəm ki, iclasda 50-də iştirak etdim. Mən burada 50-də sözündə 50-də. Dadənin ədad yoxsa bağlayıcı olduğunu necə müəyyən edəcəm? Təbii ki, sıralamanı artırmaqla. İclasda 50-də, Aysuda, Orxanla iştirak etdim. Və yaxud da gəlib bunu sinonimi ilə əvəzləyə bilərsiniz. Nədir sinonimi? Həm, həm də. Gəlin əvəzləyin. Həm də, meşədə həm də palıd var. İclasda həm də Əli iştirak etdi. İki verici əgər əvəz edirəmsə, bu sizdə bağlayıcıdır. Amma ədəd olduqda isə sizdə qüvvətləndirici ədad kimi işlənir. Bu zaman necə işlənir? Deyək ki, oxu da, yaz da. Fikir versəniz, artıq burada siz sadalama intonasiyası onu artıra bilmirsiniz. Və yaxud da onu öz sinonim ilə, yəni həm də sözün əvəz etməniz mümkün olmur. Yadınızda qalır. Daha sonra yenə danışaq sizdə köməkçi nitq hissəsi olan modal sözdən. Modal söz nədir? Danışan ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsinə biz deyirik modal söz. Modal sözlər müəyyən suala cavab vermir. Müstəqil məna daşımır. Yadınızda qalsın. Modal sözlər qrammatik baxımdan heç bir cümlə üzrə sintaktik əlaqəyə girmir. Cümlədə ara söz kimi işlənir. Bunu biz sintaksis bölməsində sizinlə yenidən bu bölməyə qayıdacağıq. Deməli, yəni nəzər salacaq bu bölməyə. Deməli, biz deməli sintaksdə modal sözü qeyd edəcəyik bunun adını arı söz kimi. Amma morfologiyada bu sözləri biz deyirik, sizdə modal söz. Yadınızda qalsın. Yadda saxlayın ki, modal sözlər də digər köməkli nitqləri kimi leksik mənası olmur, yalnız qrammatik mənaya malikdir. Quruluş baxımından sizdə həm sadə, həm də mürəkkəb ola bilərlər. Sadə modal sözlər bir sözdən ibarət olur. Gəlin yazaq burada sizin üçün. Deməli, dediyimiz kimi, sadə modal sözlər yalnız bir sözdən ibarət olur. Hansılardır? Məsələn, bəlkə. Daha sonra bura qeyd edə bilərik. Sanki, əsasən, daha sonra görünür. Baxın, bunlar sizdə sadə modal sözlərdir. Mürəkkəb modal sözlər isə sizdə ayrı yazılır. Bəlkə də,
Yəqin ki, olsun ki, baxın, fikir versəniz bunlar sizlərdir. Mürəkkəb modal sözlər. Modal sözlərin məna növləri hansılardır? Təsdiq bildirən modal sözlər var bizdə. Deməli, təsdiq yəqinliyi bildirən modal sözlər deyirik biz bunlara. Doğrudan da, əlbəttə, əlbəttə ki, təbii ki, daha sonra şəksiz, şübhəsiz, düzü, doğrusu. Bunlar sizə nədir? Təsdiq bildirən modal sözlər adlanır. Bizi daha sonra mən məna növləri qeyd edəcəm. Sadəcə vaxt getməsin deyə tərkibə daxil olan sözləri səsli şəkildə qeyd edəcəm sizlərə. Güman şübhə bildirən modal sözlər var bizdə. Elə adından da göründüyü kimi bunlar nədir sizdə? Güman şübhə bildirir. Yəni ehtimal belə deyək, güman şübhə bildirən modal sözlərdir. Hansılardır? Məsələn, gərək, gərək ki, görünür, ehtimal ki, daha sonra deyəsən, güman ki, yəqin ki, olsun ki, demə. Fikir versəniz, elə mənasında da bunu necə tutmaq olur ki, bunlar sənədir, güman şübhə bildirirlər. Daha sonra bənzətmə müqayisə bildirən modal sözlər var. Bunlar sizdə hansılardır? Bənzətmə müqayisə bildirənlər sanki, elə bil ki, bir də güya, güya ki. Bu tərkibə daxil sözlər azdır. Daha sonra təəssüf bildirən modal sözlər var bizdə. Hansılardır? Heyif ki, əfsus ki, təəssüf ki və yaxud da bunların ki olmayan forması. Heyif, əfsus, təəssüf. Qeyd edə bilərsiniz. Fikrin mənbəyini bildirən modal sözlər var bizdə. Deməli, məncə, səncə, bizcə, fikrimizcə, zənnimizcə. Yəni fikrin mənə aid olduğunu bildirir. Ona görə deyirəm ki, bizcə, sizcə, zənnimizcə. Daha sonra nəticə ümumiləşmə bildirən modal sözlər hansılardır? Deməli, demək, nəhayət, ümumiyyətlə, müxtəsər, daha sonra əlqərəz, əvvəla, beləliklə. Bunlar sizdə nədir? Nəticə ümumiləşmə bildirən modal sözlərdir. Modal sözlərdə durğu işarələrin işləmə qaydası necədir? Yadda salın, əgər ki, modal sözlər cümlənin əvvəlində gələrsə, özündən sonra vergül istifadə olunur. Cümlənin ortasına gələrsə hər iki tərəfdən, sonda gələrsə özündən əvvəl vergül, özündən sonra isə artıq siz cümlənin məqsəd və intonasiyasına asılı olaraq nöqtə, sual və yaxud da nida işarəsindən istifadə etmiş ola bilərsiniz. Məsələn, gəlin bir cümlə qeyd edək. Düzü, mənim səndən gözüm su içmir. Baxın, fikir verdinizsə, düzü sizdə nədir? Cümlənin əvvəlində gəldi, təsdiq yəqinliyi bildirən modal sözdür. Özündən sonra vergül qoyduq. Və yaxud da cümlənin ortasında gəlsin. Deməli, nömrəni məncə səhv xatırlayırsan. Deməli, gördüyünüz kimi cümlənin ortasında sizdə modal söz gəldi və siz modal sözünün hər iki tərəfində nə edirsiniz? Vergül işarəsindən istifadə etmiş olursunuz. Cümlənin sonunda da gəlsə, siz deməli, özündən əvvəl vergül, özündən sonra isə dediyimiz kimi nöqtə, sual və yaxud da nida işarəsindən istifadə edə bilərsiniz. Bəs bütün modal sözlərdənmi siz durğu işarəsindən istifadə edirsiniz? Xeyr. Yadda saxlayın. Sanki, güya və yaxud da güya ki, elə bil və elə bil ki. Bunu qeydlədiyim modal sözlərdən sonra ki, bu modal sözləri biz deyirik sizdə bənzətmə müqayisə bildirən modal sözlər. Sanki, elə bil ki, güya, güya ki. Deməli, bənzətmə müqayisə bildirən modal sözlərdir. Bu sözlərdən sonra sizdə vergül işarəsindən istifadə olunur. Məsələn, güya dərsi oxuyub. Deməli, fikir verilsə, burada söz cümlənin əvvəlində gəldi. Özündən sonra vergül işarəsi tələb etməli. O və bu əvəziklərindən sonra vergülün işlədilməsi məqamları var. Deyirəm ki, o güya səni tanıyır. Baxın, burada verilən cümləyə əsasən biz demişdik ki, əgər ki, o və bu əvəzləri cümlədə ismi əvəz eləyərsə, özündən sonra modal söz gələrsə vergül qoyulur. Amma yadda salın, təbii ki, bütün modal sözə vergül tələb etmədiyinə görə, siz burada o ismi əvəz etsə də, özündən sonra vergül modal söz gəlsə də, siz burada vergül işarəsindən istifadə etmirsiniz. Bu cümlə vergülsüz halda düzgündür. Yəni artıq siz burada vergül qoysanız, bu artıq sizdə nədir? Səhv sayılmış olur.
Düzgün forması nədir? Vergülsüz işlənən məqam. Çünki burada qeyd etdiyimiz muxtar sözlər sizdə vergül tələb etmir. Daha sonra gəlin danışaq sizdə nidalardan. Nidalar nədir? Danışanın ifadə etdiyi, belə deyək də, hissi, həyəcanını, onun qorxusunu, sevincini bildirmək üçün istifadə olunan köməklik hissəsi bizdə adlanır nida. Nidalar cümlədə heç bir məna çaları əmələ gətirmir. Sözlər arasında heç bir, belə deyək, əlaqə yaratmır. Quruluş isə sizdə həm sadə ola bilər, həm də mürəkkəb. Sadə olanlar hansılardır? Bir sözdən ibarət olur. Bunlara deyirəm ki, məsələn, ay, ey, ax və yaxud a, deməli, bə, afərin. Ki, versəniz bunlar sənəd bir sözdən ibarət və sadə nidalardır. Mürəkkəb nidalar isə sizdə deməli həm ayrı, həm də devslə yazıla bilər. Məsələn, deyirəm ki, ayrı yazılanlara ayaman və yaxud da deyirəm ki, aycan, ayharay. Bunlar sizə ayrı yazılan mürəkkəb nidalardır. Devslə yazılanlar isə qeyd edə bilərik. Bəh-bəh, vay-vay. Bunlar da sizdə nədir? Devslə yazılan mürəkkəb nidalar. Nidaların bəs hansı məna növləri var? Gəlin onlara nəzər salaq. Deməli, qorxu, narahatlıq bildirən nidalarımız var bizdə. Bunlar nümunə kimi vay, of, daha sonra ah, uy. Bunlara nümunə göstərə bilərik. Şadlıq, sevinc, təəccüb bildirən nidalar var ki, təbii ki, yadda saxlayın ki, bu nidaların tərkibinə daxil olan sözlər sabit bir, belə deyək də, sözlər deyillər. Çünki biz deyirik ki, nidalara belə bir tərif veririk ki, danışan hiss həyəcanını, qorxu və sevincini bildirən nidalara köməkçilik hissəsinə nida deyirsiniz də. Baxın, danışan ifadə etdiyi sevincini, qorxusunu, kədərini. Hər bir insan da təbii ki, öz hissini belə deyək də, sevincini, qorxusunu, kədərini eyni sözlərlə ifadə etmir. Məsələn, ola bilər ki, məsələn, mən öz sevincimi başqa bir sözlə ifadə edeyim, qarşı tərəfdə başqa bir şəxs başqa bir sözlə ifadə etsin. Yəni, bura demək istədiyim odur ki, bura daxil olan sözlər sabit bir, belə deyək də, forma daşımır, sabitlik təşkilləmir. Dəyişkən, belə deyək də, məna növləri var. Tərsinə daxil olan sözlər dəyişkən. Yəni, buradakı sözdən kifayətlənməyin də. Məsələn, sevinç, şadlıq bildirənlər nəyə nümunə göstərə bilərik? Ura, bəh-bəh, daha sonra oxqay, daha sonra afərin. Ki, bilirsiniz, kimsə nəsə yaxşı hərəkət edib, oxqay, ürəyimə yaxıldı. Və yaxud da paho, aycan. Deməli, bunlar nədir? Sevinc, təəccüb, şadlıq bildirənlərdir. Çağırış bildirən nidalar hey, a, ehey, daha sonra ey. Bura nümunə kimi başqa nəyə nümunə göstərə bilərik? A-nı qeyd edirik. Aha, yəni bunlar sizə çağırış bildirən nidalardır. Daha sonra bura aydı yaza bilərsiniz. Deməli, qəm-kədər bildirən nidalar var sizdə. Bunlar hansılardır? Ah, tutalım. Eh, of, uf, tutalım. Bunlar nədir sizdə? Qəm-kədər bildirənlər. Nifrət, istehza bildirənlər. Məsələn, bura tufu sözünü qeyd edə bilərsiniz. Daha sonra xox, qorxu gəlməkdir bu. Xox gəlmək. Daha sonra bah, istehza bildirən bir, belə deyək də, sözüdür. Bah, guya məndən yaxşı eləyib də. Daha sonra xa-xa. Bunu qeyd edə bilərsiniz. Xux. Yəni, bu sizdə nədir? Nifrət, istehza bildirən nidalara aid ola bilər. Yadda saxlayın, nidalar əsasən sözdən ayrı yazılır. Nida cümlənin əvvəlinə gəldikdə nidadan sonra, ortasında gəldikdə isə deməli, hər iki tərəfdən vergül, sonuna gələndə özündən əvvəl vergül, sonra isə artıq siz nə qoyursunuz? Nida işarəsindən və yaxud nöqtə işarəsindən istifadə edə bilərsiniz. Yadda saxlayın, nida cümlənin əvvəlinə gələndə siz ondan sonra həm vergül, həm də nida istifadə edə bilərsiniz. Məsələn, deyirəm ki, məsələn, gəlin buraya yazaq, bir nida yazaq sizə. Deməli, bəh-bəh, necə gözəl, tam necə gözəldir yazaq.
Bax, rəhbər sizdə işlənir deməli, davamlı sevinç təəccüb bildirən bir nidamızdır. Ki, belə cümlənin əvvəlində gəldi, siz artıq burada özündən sonra bir vergül işarəsindən istifadə etdiniz. Amma ola bilər ki, siz burada vergül yox, siz burada gəlib nə nida işarəsindən istifadə etmiş olasınız. Bəs burada dəyişiklik necə özünü göstərir? Vergüldən istifadə etdiyiniz zaman özündən sonra gələn sözün ilk hərfini kiçik hərflə yazırsınız. Amma nidadan istifadə etsəniz, deməli, baxın, bu vergül halıdır. Nidadan istifadə etsəniz, artıq burada siz necə sözünü böyük hərflə yazmış olasınız. Yəni, belə deyək də, burada nidadan istifadə edib, əgər ki, ilk hərfini kiçik hərflə yazsanız, artıq siz burada fonetik normanı pozmuş olursunuz. Yəni, düzgün yazış qaydasını pozmuş olursunuz. Necə yazılmalıdır? Böyük hərflə. Deməli, bizdə var çağırış nidalar var ki, hansılardır? A, ay, daha sonra ey, ehey salında bunları qeyd edə bilərik. Burada qeyd etdiyim nidalar sizdə çox vaxt kitablarla birlikdə işləniyinə görə vergül kitabdan sonra qoyulur. Məsələn, ay uşaq, bura gəl. Baxın, burada gördüyünüz kimi mən dedim ki, baxın, burada qeyd etdiyim nidalar xitablarla işlənir və siz vergülü xitabdan sonra qoymuş olursunuz. Amma bizdə eyni iddiası var ki, eyni iddiası istəyir fərq eləmir. Həm xitabla, həm də tək işlənə bilər. Bu zaman siz vergül işarəsini həm xitabdan sonra qoya bilərsiniz, həm də nidadan sonra qoya bilərsiniz. Tutalım ki, ey cavan, söz dilinə. Bax, bu cümlədə işlənən eydən sonra vergülü qoymayın. Xitabdan sonra vergül qoyulan halda düzgündür. Və yaxud da ey, cavan, söz dilinə. Baxın, bu ikinci yazdığım formada da siz nidadan sonra vergül qoyduğunuz halda sizdə düzgün. Yəni burada siz heç bir belə deyək də səhvə yol vermiş olmursunuz. Hər iki halda sizdə qəbul ediləndir və düzgündür. Daha sonra biz dedik ki, nidalar əsasən sözdən ayrı yazılır. Amma bizdə A nidası var ki, A nidası bəzən sözə bitişik yazılır. Məsələn, Seyida. Fikir versəniz, buradakı A sizdə nədir? Artıq çağırış nidasıdır. Yadınızda qalsın və sözə bitişik yazılır. Daha sonra nidaların belə deyək də amonimlə nəzər salaq sizinlə. Bizdə nidaların amonimlə danışanda ax sözü var, uy sözü var. Ki, bunlar da sizə dediyim kimi amonimlik təşkil edir digər diksiyələrinə. Deməli, ax sözü məsələn axmaq mənasında fe'l kimi işlənə bilər. Uy sözü məsələn sizdə yenə uymaq mənasında fe'l kimi işlənə bilər. Daha sonra vay. Vay sözünü siz isim kimi işlədə bilərsiniz. Məsələn, kəndə vay düşdü. Nədir? Sizdə isim kimi işlənmiş olur. Daha sonra ox sözü var sizdə ki, bunu da bilirsiniz isim kimi işlənə bilər. Deməli, ovçuluqda istifadə olunan alət kimi bunu qeyd edə bilərsiniz. Daha sonra ox sözünün qeyd etdiyi oy sözü var sizdə. Oy sözündə oymaq mənasında fe'l kimi işlətmək olar. Daha sonra hey sözü var sizdə. Hey sözünü siz həm nida kimi işlədə bilərsiniz, həm zərf kimi işlədə bilərsiniz, həm də isim kimi işlədə bilərsiniz. Nida kimi bilirsiniz də çağırış nidası olur. İsim kimi işlənəndə dizlərimdə heyim qalmadı, dizlərimdə taqətim qalmadı. Zərf kimi işlənəndə deyirəm ki, o hey bizə gələrdi. Yəni o daimi mütəmadi bizə gələrdi. Fikir verirsiniz, zaman zərfi kimi orada işlətmiş olursunuz. Daha sonra sizdə var ah sözü var məsələn. Yenə ah sözünə həm nida, həm də isim kimi. Məsələn, ahın dağları mənasında siz onu isim kimi işlətmiş olursunuz. Biz sizinlə modal sözlərin digər nitq ilə oxşarlığı və oxşarlığına danışmadıq. Gəlin onlara da toxunaq, daha sonra videonu sonlandıraq. Deməli, məsələn, sizdə var isim və modal söz kimi işlədilən sözləriniz var ki, məsələn, xülasə sözünü qeyd edə bilərik burada. Həm isim, həm də modal söz ola bilər. Qərəz sözü var ki, yenə bu da həm isim, həm də modal söz kimi işlənə bilər. Məsələn, xülasə yazıldı. Birisi bir yazılı bir mətn parçasıdır, xülasə. Bunlar nədir sizdə? Həm isim, həm də modal söz kimi işlənə bilər. Sifət və modal söz kimi işlədilə bilən sözlər var ki, bunlar hansılardır? Doğrusu, düzdür,
doğrudur. Daha sonra bura qeyd edə bilərsiniz siz. Deməli, yaxşı sözünü, bu da yaxşı söz sizdə. Nəticə ümumiləşdirmə bildirən modal sözdür də. Daha sonra şübhəsiz. Bunlar sizdə nədir? Həm sifət, həm də modal söz kimi işlədilə bilən sözlərdir. Daha sonra deməli, zərf və modal söz kimi işlədilə bilən sözlərimiz var ki, yenə bunlara da yaxşı sözün qeyd edə bilərsiniz. Şübhəsiz. Daha sonra müxtəsər. Məsələn, müxtəsər danışmaq. Yenə siz müxtəsər sözünü həm də sifət və zərf kimi belə deyim də, sifət və nida kimi də oxşarlıq təşkil edə bilər. Müxtəsər tutalmış söz, müxtəsər nitq və yaxud da zərf olanda müxtəsər danışmaq. Yəni ismi aid olanda sifət, hərəkət aid olanda o da zərf olur. Və yaxud da bizdə var fe'l və modal söz kimi işlədilə bilən sözlərimiz var. Bunlara nəyə nümunə göstərə bilərik? Düzdür. Görəsən, görünür. Daha sonra demək və yaxud da deməli. Bunlar da sizdə olmaya. Həm fe'l, həm də modal sözlə oxşarlıq təşkil edən sözlər. Məsələn, düzdür sözünü qeyd edə bilərik ki, məsələn, boş qalırıq, stola düzdür. Sən məni görəsən və yaxud da uzaqdan ay görünür. Fikir versəniz, fe'l kimi işlətdim, modal söz kimi də onsuz da mənalarını bilirik. Daha sonra sizdə var qoşma və modal söz kimi işlədilə bilən sözlərimiz var. Bunlara nümunə kimi qeyd etmək olar məncə və əsasən sözlərini. Yəni burada sizinlə bir dənə məncə sözünə toxunaq. Həm modal söz, həm də qoşma kimi işlənsin. İki növ cümlə yazacağam sizlər üçün. Məncə oxumur. Daha sonra. Baxın, verilən bu cümlədə siz tabii ki, bu məncə sözünü, modal söz və qoşma olmasını siz artıq durğu işarəsinə görə müəyyən edirsiniz. Niyə? Əgər ki, yazsam ki, gəlin bunu yenidən qeyd edirsiniz də, məncə oxumur. Baxın, birinci cümlədə mən məncə sözünə sonra vergül qoydum, ikinci cümlədə isə vergülə istifadə etdim. Yəni sizdə cümlədə məncə sözündən sonra vergül istifadə olunubsa, siz artıq buradakı məncə sözünü düşünürsünüz modal söz kimi. Modal söz kimi. Çünki biz bilirik ki, modal söz cümlədə əvvəl gələndə özündən sonra vergül tələb edir. Artıq burada modal sözdə fikrin mənbəyini bildirən modal söz kimi işlənir. Amma əgər ki, mən gəlib cümlədə yəni mən də sözündən sonra vergül istifadə etməsəm, artıq siz buradakı mən də sözünü düşünəcəksiniz nə? Mən hissəsi əvəzli, cacə hissəsi sizdə olacaq nə? Qoşma. Yəni siz bunu düşünəcəksiniz qoşmalı əvəzli. Deməli, yəni burada olacaq nə? Məncə oxumur, yəni mənim qədər oxumur. Mən kimi oxumur, mən tək oxumur. Fikir versiniz, bənzətmə qoşması olacaq sizdə. Testlərdə necə düşə bilər? Düşə bilər ki, məsələn, sizə belə bir şərt verə bilər ki, durğu işarəsini əlavə etməklə və yaxud da çıxmaqla cümlənin nitq hissəsinin sayı artsın və azalsın. Siz birinci cümləyə əsasən, məsələn, birinci cümləni verər, deyər ki, hansı cümlədə vergülü çıxarsaq, nitq hissələrinin sayına dəyişiklik üzün göstərir. Siz əgər ki, birinci cümlədə vergülü çıxarsanız, baxın, bu cümlə əmələ gəlir də. Birinci cümlədə sizdə bir modal söz, bir də bir fe'liniz var. Burada oldu isə iki dənə nitq hissəsi. Biri köməkçi, biri əsiz. Amma ikinci cümlədə isə artıq vergülsüz variantında sizdə bir əvəzli, bir qoşma, deməli, bir də sizdə var nə? Bir fe'l. Ki versəniz, əgər ki, birinci cümlədə vergülü çıxsanız, ikinci cümlə əmələ gəlir, yəni vergülsüz forması və artıq fikir versin, nitq hissəsi baxımından cümlələr arasında fərq özünü göstərir. Birinci cümlədə sizdə iki nitq hissəsi olduğu halda, ikinci cümlədə sizdə üç nitq hissəsi özünü göstərmiş olur. Gördüyünüz kimi bir vergül sizdə nitq hissələrinin sayına təsir göstərmiş olur. Bu ikinci cümlədə sizdə cacə olacaq bənzətmə qoşması. Buna diqqət edin. Köməkçi hissələrin haqqında sizə danışa biləcəyiniz məqamlar bunlardır. Növbəti izahlarda sizə digər mövzular haqqında məlumat verəcəm.